Məclis davam edir. Mən bayaq qapıda bayra çıxanda Kərbəlayı Ramiz müəllimə Ramiz Əzizbəylə dedim ki, söz verəcəm. Dedi, yox, söz verməməliyəm. Ancaq ki, bu mümkün olan şey deyil ki, Kərbəlayı Ramiz Əzizbəyli biz olmaya gəlsəm, Allahın evində iştirak etsən də söz deməsin. Mən sizdən üzr istəyirəm bu. Belə qoyulur ki, qoymayın kesin. Qoymayın kesin. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyir olsun, möhtərəm məclis əhli. Mən minnətdaram ki, mənə də sayıb bu ali kürsüyə dəvət ediblər. Mən həqiqətən dedim, söz deməyim. Niyə? Çünki mən söz deməkdən qorxan adamım. Çünki sözün böyük yükü və məsuliyyəti var. Və burada bəndən həyatda böyük təcrübəsi olan insanlar, alimlər, ulamalar, həcilər əyləşib, ürək sözlərin dediyi yerdə mən artıq durub danışmağı bəlkə də özümə qəbahət hesab edirdim. Ona görə özü istədim ki, deməyim, amma bir halda ki, mənə də təqdim edilər, çox sağ olasınız, var olsun. Mən bura dəvəti mənim əzizim, qardaşım Hacı Əbdülmahmudzadənin Hacı Sultanın dəvətnaməsini mənə yetirəndən sonra gəlmişim, onu öz minnətlərimi bildirəm. Hacı Sultanı da mən bizim əzizimiz çox hörmət bəslədiyim, çox böyük xeyriyyəçi, Azərbaycançılığın, türkçülüyün, İslamçılığın, elmin, ədəbin, əxlaqın öz gücünə, imkanına dair qoruyub saxlanması yolunda əlindən gələni əsirgəməyən Hacı İntiqama minnətdaram. Çünki onun məclisində birinci dəfə görmüşəm Hacı Sultanı, amma belə tanıyırdım yaxınlığımızı. Və biz burada bizim hamımızın, başımızın ucalığı olan Vasim müəllim Məmməd Əliyev ilk çıxışında, açılışında Hacı Sultanı din xadimi olmaqdan əlavə bir neçə tərəfdən təqdim elədi və haradasa bəlkə də gizlətdi, çox cəhətdir demək. Mən çox fəxr edirəm ki, Hacı Sultan əxlaqın, mənəviyyatın gözətçisidir. Əlində Qur'an-ı Kərim, ürəyində əlinin rəhmi, dilində müqəddəs kəlam insanlara işıq vardır. Bu mənada mən çox şadam ki, əlim əlinə dəydi, özüm böyründə oturdum, bir tarixi şəkil də çəkdim. Möhkəm can sağlığı, uzun ömür arzudur. Söhbətimi qısa eləmək istəyirəm. Yəni, mən bu növbəti kitabın təqdimatı günündə iştirakımı görə çox xoşbəxtəm. Tanımıram elə bir Azərbaycanlı kəs ki, içində sözü sözə calamaq, fikri müdafiə eləmək, sözün düzümündə zərifliyi, lətafəti, avazı güzmək məhəbbəti olmasın. Tanımıram elə Azərbaycanlı ki, içində muğamata meyilli olmasın. İfa etməyi çətin olar, qorxur özün bir uza versin, amma biz hamımız şairik. Şairlər yanında qələm gəzdiririk, şair olmayanda yazdır. Mən də bu mənada şair olmayanda qələmdən istifadə edirəm. Mən yaşı 50'ni keçmiş bir adam kimi, bir valideyn kimi, övlad böyüdən bir kəs kimi, onların gələcəyi üçün narahat olan bir Azərbaycanlı kimi həmişə gücümüz çatmayan yerdə Allah'ı çağırmışdır. Övlad birinci elə bilər ki, atasından güclü adam yoxdur.
ata elə bilər ki, idarə rəhbərindən böyük kişi yoxdur. İdarə rəhbəri elə bilir nazirdən böyük yoxdur. Nazir elə bilir hökumət başından. Bunlar hamısı əldən çıxandan sonra yapışır Allahın əmrindən. Sən demə, gör nə qədər enerji itiririk. Mal gedir, dövlət gedir, ömür gedir, can gedir, şərəf gedir, şöhrət gedir. Elə bir dəfəlik Allahın əmrindən yapış işini düzəltsizlər ki. Allah köməyimiz olsun. Bu dünyanın mahiyyətini dərk eləməyə çalışan hər bir kəs özünü içəridə araşdırıb, qurdalayıb. Mən də hərdən mənə tanış olan, dost olan qəzetlərdə çap olunuram şeirlərimlə. Şeir demək olmaz, onlara axtarışdır. Amma Əziz Sultanın qələmindən çıxan gözəl kəlamları, şeirləri dinləyəndən sonra sözümü dünya haqqında bir fikrimlə, özüm dərk elədiyim, duyduğum bir fikrimlə, şeirimlə tamamlamaq istəyirəm. Hacı, Allah ömrünüzü uzun eləsin. Uzunlu kənd cəmaatının başda ağsaqqalları, ağbirçəkləri olmaq şərti ilə hamısına bir nəfər kimi Allahlardan möhkəm can sağlığı arzulayıram. Ruzi bərəkət arzulayıram, çünki bura mərd insanların diyarıdır. Mən bu kəndi çox gözəl tanıyıram, özüm Bakılıyam. İndi onu gördürəm, yer söhbət eləmirəm. Yəni, əxlaq mənəviyyət cəhətdən mənə hüceyrlərimə qədər doğma olan deyil. Amanın bir günüdür, həci xeyirxahlığı təbliğ eləyirsiniz, bir qədər də artır ediyor. O qədər nəcib insansan, gülər üzlə deyirsən, ola bilər cavan adam tərbiyəsi olsun, qulaq açsın, amma dərk eləməsin, çalışın o sözümü çatdırın. Çünki insanları bu oxudurlar ki, dünyanın axırı gəlir. Əksinə ondan qorxmaq lazımdır, mən sevinirəm ki, dünyanın axırı gəlir, çünki onda çıxacaq tərəziyə. Nədən qorxsan, qoy gəlsin də dünyanın axırı. Hə? Qoyma, polis gəlir, gəlsin, məndə nə tapacaq? Qoy gəlsin dünyanın axırı, qoy çıxaq tərəzinin üstünə. Hə, əziz, düz bilemiyorsun. Çox iş görmək lazımdır. Bu günləri Əziz Sultanın etdiyi, gördüyü işlər, əməllər gələcək nəsillər kimi bir ərmağandır. Yazılan hər hansı bir söz. Kitab, dünya qaçır, ona görə xahiş edirəm, tələsin, axırına çatana qədər hər özü ilə bu dünyada nəsə aparacaq. Əli əleyhissalamın dili ilə desək, çünki bizi bizdən qabaq gedənlər gözləyir. Dünya qaçış meydanı. Hamı qaçır bu dünyada. Kimi dosta, kimi yada üz tutub qaçır. Acizin yanında mənəm deyənlər zalımdan çəkinir, söz budub qaçır. Kimi qaçır söz söhbətdən, qeybətdən qaçır. Kimi namusuna həmlə zamanı kişilik adına yazılan qeyrətdən qaçır. Ömür qaçır, zaman qaçır, dəqiqələr, saniyələr, anlar qaçır, hətta damarlarda qanlar qaçır. Kimi iş, zəhmət, əmək, kimi havayı yemək, kimi eləcə demək, gülmək dalınca qaçır, kimi namussuzluğa özgə balınca qaçır. Xəstə damar dişdən qaçır, yağlı şişdən qaçır, fərasətsiz işdən qaçır, hamı qaçır bu dünyada. Reallıq absurddan qaçır. Qoyun quzu qurtdan qaçır, naxələtlər yurtdan qaçır, akşi, hamı qaçır bu dünyada. Çünki dünya özü qaçır, gecəsi, gündüzü qaçır. Dünya özü boyda qaçış meydanı. Ölçüsünü bilmədiyim bir ahirət zamanı qaçıb yorulacaq. Yoruldusa dayanacaq, dayandısa durulacaq. Sonra
yenə qurulacaq dünya qaçış meydanı.